Herkese salam, kanalıma hoş gelmişsiniz. Səhifə 61 birinci tapşırıq. 2 ilə 5 artıma doğru gedir. Artıma doğru gedəndə nə olur? Toplayırıq. Deməli biz buranı toplasaq, 2-nin üzərinə 5 gəlsə 7 edir. Baxaq ikinci sətrə. Uyğundurmu? 8 ilə 7-ni toplayırıq. Bəli, bizə verir 15-i. Bu yanaşmamız doğrudur. Yəni bu rəsmimiz toplamadır. Hamısında da eyni rəsmdir, toplamadır. 2 üstə gəl 5 bərabərdir 7. 8 üstə gəl 7 bərabərdir 15. 4 üstə gəl 9 bərabərdir 13. 5 üstə gəl 12. O da edir 17. Doğru cavabımız C bəddidir. 17. Keçid edirik ikinci tapşırığa. Tapşırıqda da yenə rəsm verib. İndi ola bilər ki, mən kitabdan şəkil çəkmişəm, bura yerləşdirmişəm. Rəsmdə biraz sizi çaşdıra bilər. Amma rəsmdir. Kitabda da baxa bilərsiniz. Səhifə 61-ə. Demək, bir rəsm verib, 3 verib, 6 verib. Baxaq. Əgər biz 6-nı əldə etmək üçün, yəni artıb, necə əldə etmiş olarıq? Neçənin üzərinə 3 gəlsə 6 edər. Bəli, 3-ün üzərinə 3 gəlsin. 3 üstə gəl. Baxaq, bu yanaşmamız hamısına uyğundurmu? İkinci, deməli, sıraya baxırıq. İkinci sətirdə 3 üstə gəl 12, 15 verir. Deməli, bu yanaşmamız doğrudur. Həm də rəsmlər eyni olduğu üçün birinci üstə gəl 3 olduğu üçün, deməli, bütün rəsmlərdə eyni olacaq. 3 üstə gəl 3 bərabərdir 6. 3 üstə gəl 12 bərabərdir 15. 3 üstə gəl 15 bərabərdir 18. 3-ün də üzərinə 16 gəlsək, bizə verir 19-u. Deməli, sual işarəmizin yerində olan rəqəm 19-dur. Doğru cavabımız C bəndidir. Keçid edirik 3-cü tapşırığa. 3 verib, 2 verib, 1 verib. Azalır. Deməli, bu bizim böcəyimiz olacaq. Deməli, çıxılsın. 3-dən 2 çıxırıq. Çıxılsın. Aha. 3-dən 2 çıxırıq, 1-i verir. 15-dən 5 çıxırıq, 10-u verir. Rəsm eynidir. Çıx işarəsi hamısına aid olur. Yazırıq. 3 çıxılsın 2 bərabərdir 1. 15 çıxılsın 5 bərabərdir 10. 12 çıxılsın 7 bərabərdir 5. 16 çıxılsın 8 bərabərdir 8-ə. Doğru cavabımız 8-dir. Yəni sual işarəsinin yerində olan rəqəmimiz 8-dir. Baxırıq 4-cü tapşırığa. Demək, 12 verib, 5 verib və 15 verib. Baxırıq, əgər biz 12-nin üzərinə 5 gəlsək, bu bizə verir 17-ni. Daha sonra isə 15 var burada. 17-dən də əgər 2-ni çıxsaq, bizə verir 15-i. Baxaq, bu yanaşmamız ikinci sətrədə uyğun gəlir. 13-ün üzərinə 2 gəlsə edir 15. 15-dən də 2 çıxsaq edir 13. Bəli, bu yanaşmamız uyğundur, rəsmdə uyğundur. Deməli, topladıq. Daha sonra isə 2 çıxdıq. 12 də gəl. 5 çıxılsın 2 bərabər 12-nin üzərinə 5 gəldi. Elədi 17, 17-dən də 2 çıxdı, 15-i aldı. Yəni bu 15-i əldə etdi. 13 üstə gəl 2 çıxılsın 2 bərabərdir. 13-ün üzərinə 2 gəldi, etdi 15, 15-dən də 2 çıxdı, edir 13. 8 üstə gəl
7 çıxılsın 2 bərabərdir. 15. 15'dən də 2'ni çıxır, alır 13. İndi burada 5'in üzərinə 6 gəlirik, çıxırıq 2'ni. 5'in üzərinə 6 gəlir. Edir 11. 11'dən də 2 çıxır. Edir 9. Doğru cavabımız C bəndidir. 9. Sual işarəmizin yerində olan rəqəm 9'dur. 5-ci tapşırıq. 3 verib, 4 dilimi rəsmi verib, 5 verib, 8 verib. Deməli, 3 ilə 5'i toplasaq, edir 8. Bu rəsmimiz artıq bildik ki, toplamadır. 9'un üzərinə 7 gəlib, 16'nı əldə edirik. Azalır 13, 2 və 11 verib. Bu rəsmimiz çıx olacaq. Çünki azalır, cavab azalır, artmır. 13'dən də 2'ni çıxırıq. Elədi 11. Bu rəsmdə eyni rəsmdə çıxdı. 15'dən də 2 çıxırıq 13. İndi bunları yerinə qoyuruq. 16. Gözü çaşdırıb rəsmlərin yerini verib. Rəsmə mütləq diqqət edirik. Çıxdı. Düzdürmü? Qırmızı ilə yazıq. Çıxımızı qoyduq. Daha sonra 7 verib. 7'ni yazırıq. İndi birinci verdiği tort diliminin rəsmini verib. Bu nə idi? Toplama. Onu da qoyuruq yerinə. Üstəgəlimiz. Rəqəmimizi də 5 verib. 5'i də yazırıq yanında. Bərabərdir. 16'dan 7 çıxırıq. Üzərinə də 5'i gələcək. 9. 9'un da üzərinə 5 gəlir. Bərabərdir. Doğru cavabımız B bəndi 14. Sual işarəmizin yerində olan rəqəm 14. B variantı 14. Baxırıq 6-cı tapşırığa. A ulduz B, yəni A üstəgəl B çıxılsın 3 kimi verilir. Baxın bu üstəgəl, bax bu ulduzdur. Yəni ulduzumuz nədir? Üstəgəl. Burada isə bu ulduzumuz, digər rəngdə olan ulduzumuz. Yəni bənövşə rəngdə olan narıncı ulduzumuz üstə gəldi. Bənövşə rəngdə olan ulduzumuz isə çıx olacaq. Baxın, çıxdı. Burada da çıx olacaq. İndi bu rəqəmləri yerinə qoyub misalımızı həll edirik. 12'dən çıxırıq 6'nı, bax buranı yazırıq. Yəni A çıxılsın B, 12 çıxılsın 6 üstə gəl 3 bərabərdir. Edir 9. 9'un narıncı ulduzumuz nə idi? Üstə gəl. 9'un üzərinə gəlirik. 5'i, bax bu 5'imizi. Bu 6, bax bu 6'dır. Demək, yaşılla eləyim. Bu üstə gəl 3 hardan gəlib? Bax bu üstə gəl 3'dür. 12 də buradakı rəqəmimizdir. Həmçinin indi deyəcəksiniz çıx 3 hardan gəldi? Çıxılsın 3. Yaşılla işarələyirəm. Bax bu çıx 3. Bax bu çıx 3'dür. Narıncı da ulduzumuz üstə gəldi. Yəni bax bu. Bax bu üstə gəldi. 9'un üzərinə gəldik 5'i. 3'ümüzdə çıxırıq. Bərabərdir. Dokuzun üzərinə 5 gəldi. Çıxdıqca elədi 11. 14 çıxılsın 3. O da edir 11. Doğru cavabımız C bəndi.
Keçid edirik 7-ci tapşırığa. Tapşırıqda deməli 12 verib, rəsm verib 5 verib, 17 verib, 7 verib. Bu 17 ilə bu 7-ni bunlar necə əldə edib? Bax, bu rəqəmlərin əsasında əldə edib. Baxaq, nə edib? 12-nin üzərinə 5 gələndə 17 edir. Düzdürmü? Daha sonra isə 12-dən də 5-i çıxanda 7 edir. Baxaq, bu yanaşmamız uyğun gəlirmi? 12-dən əvvəl üzərinə 5 gələk, edir 17. Daha sonra isə 12-dən də 5 çıxaq. Bu da edir 7. Yəni bu 17 ilə bu 7. Baxaq, ikinci sətirdə də bu uyğundur. Rəsm eynidirsə, yanaşma düzgündürsə uyğun olacaq. 13-ün üzərinə 2 gəlir, edir 15. Bu birinci rəqəm. Daha sonra isə 13-dən 2-ni çıxır, edir 11. Deməli, bir dəfə toplayır, bir dəfə çıxır. Topladım, çıxdı. 6-nın üzərinə 3 gəlir, edir 9. 6-dan da 3'ü çıxır, edir 3. Burada 7'nin üzərinə 6 gəlir, edir 13. 7'dən də 6'nı çıxır, edir 1. Yəni birinci sual işarəsinin yerindəki rəqəm 13'dür. İkinci sual işarəsinin yerində olan rəqəm isə 1'dir. Yəni 13 və 1. Doğru cavabımız B bəndidir. Baxırıq 8-ci tapşırığa. 8-ci tapşırıqda düzgün cavabı tapıb yaza bilərsinizmi şərhlərdə aşağıda? Görək kimsə bunu həll edib yaza bilərmi? Birinci sinifdir. Yəni birinci. 3 ilə 4'ü toplayaq. Neçə edir? 7. 5 ilə 2 neçə edir? Toplayanda 7. Bu ikisini toplayanda bu rəsm, arı rəsmimiz. İkisinin cəmi nə edir? 14. Baxaq. 8 ilə 1'i toplayanda 9, 4 ilə 2'ni toplayanda 6, ikisinin cəmi 15. Bu yanaşmamız doğrudur. Gəlin indi onu ətraflı şəkildə yazaq. Üzbəüz dayananda sol tərəf. Buraya yazaq sağ tərəf. Burada yazaq ortadakı arı rəsmi. Solda hansı rəqəmlər idi? 3 və 4. 3 və 4'ü toplayırıq. 3 üstə gəl 4 bərabərdir 7. Sağda hansı rəqəmlərdir rəsmdən üzbəüz dayandıqda? 5 və 2. 5 üstə gəl 2 bərabərdir 7. İndi baxırıq. Ortada nə rəsmimiz var? Arı rəsmi. Yəni birinci soldakı rəqəm 7 ilə sağdakı rəqəmi toplayırıq. Edir cavabımız bərabərdən sonraki cavabımız 14. Bu şəkildə davam edirik. Yenə soldakı 8 və 1'i toplayırıq. Edir 9. Sağdan 4 və 2'ni toplayırıq. Demək 4 və 2'ni də toplayırıq. Edir 6. Daha sonrası 9 ilə 6'nı toplayırıq. Edir 15. Alt soldakı 3-cü sətir. 6 və 3'ü toplayırıq. Edir 9. 4 və 1'i toplayırıq. Edir 5. Deməli 9'un da üzərinə 5 gəlirik. Edəcək 14. İndi baxırıq. 5 və 6'nı toplayırıq. Axırıncı sətir. Bərabərdir. 11. 3 və 4'ü toplayırıq sağdakı. Edir 7. 11'in də üzərinə 7 gəlirik.
edir 18. Demək, doğru cavabımız sual işarəsinin yerində olan cavabımız olacaq 18. 18. Doğru cavabımız C bəndidir. Atolar mövzusundan səhifə 61-i həll etdik. Səhifə 62, 9-cu tapşırıq. Öncə çıxırıq, daha sonra isə üzərinə 1 gəlirik. Davam edirik. 13 çıxılsın 7, üstə gəlinsin 1 bərabərdir. Demək, 6 üstə gəl 1 bərabərdir 7-yə. Daha sonra 6 çıxılsın 2 üstə gəlinsin 1, 4 üstə gəl 1 edir 5, 7 çıxılsın 3 üstə gəlinsin 1, 7-dən 3 4, 4 üstə gəl 1 bərabərdir 5-ə. 8-dən 4-ü çıxırıq, üzərinə 1 gəlirik. 8-dən 4 çıxanda 4 edir, üzərinə 1 gələndə 5 edir. Doğru cavabımız B bəndidir. Yəni, keçid edirik 10-cu tapşırığa. 3 verib, 8 verib, 4 verib. Baxırıq bunlar arasındakı əlaqəyə. 3-dən 8-ə doğru ox gedir. Yəni, artıb. 3-ün üzərinə neçə gələndə 8 edir. 3-ün üzərinə 5 gəlsək, bu edir 8. Daha sonra azalıb. Nə qədər azalıb? 4. Deməli, 8-dən 4 çıxanda da 4 qalır. Baxaq, bu yanaşmamız ikinci sətrədə uyğundur. 5-in üzərinə 5 gəlir, edir 10. 10-dan da 4 çıxır, 6. Bəli, bu yanaşmamız uyğundur. Üzərinə 5 gəlirik. Daha sonra 4 çıxırıq. Yəni, toplayırıq 5, çıxırıq 4. 3-ün üzərinə 5 gəlirik. Edir 8. Bu ortadakı 8. 8-dən də 4-ü çıxırıq. Edir 4. 5-in üzərinə 5 gəlirik. Edir 10. Ondan da 4 çıxırıq. Edir 6. 4-ün üzərinə 5 gəlirik. Edir 9. Ortadakı 9. 9-dan da 4 çıxırıq. Edir 5. İndi biz sual işarəsinin yerində olan rəqəmi tapmalıyıq. Sual işarəsinin yerində olan rəqəmi tapmaq üçün bu yanaşma ilə davam edir. 9-un üzərinə 5 gəlirik. Edir 14. 14-dən də 4 çıxırıq. Edəcək 10. Doğru cavabımız A bəndidir. Sual işarəmizin yerində olan rəqəm 10-dur. Doğru cavab A bəndidir. Keçid edirik 11-ci tapşırığa. 11-dən 5-ə azalıb. Nə qədər? 5 almaq üçün 6. 11-dən 6 çıxıb 5 alıb. 14-dən də 6 çıxıb 8 alıb. Bu yanaşmamız doğrudur. Deməli, çıxacaq. 11-dən çıxırıq 6-nı, edir 5. 14-dən çıxırıq 6-nı, edir 8. 12-dən çıxırıq 8-i, edir 4. Aha. 16-dan neçə çıxsa, sual 5 edər. Çıxılanı tapmaq üçün nə edirdik? Azalandan fərqi çıxırdıq. Azalan, çıxılan fərq. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxırdıq. Yəni 16-dan 5-i çıxırıq. Bu da edir 11. Doğru cavabımız A bəndidir. 12-ci tapşırığa baxırıq. Dedim, bu rəsmimiz toplayır, digər rəsmimiz isə çıxır. Görürsünüz, ikinci sətirdə
Yox, 3-cü sətirdə çaşdırıb rəsmlərin yerini dəyişib. Bu toplanır, bu çıxılır. Deməli, bu rəsm hardadır? Orada çıx olacaq. Görürsünüz, burada var. Burada əvvələ verib. Bu isə toplayır. Toplayır, toplayır. İndi davam edirik. 4-ün üzərinə 2 gəlirik, çıxırıq 3-ü. 4-ün üzərinə 2 gəldi, 6. 6-dan 3-ü çıxır, 3. 5-in üzərinə 3 gəlir, çıxır 4-ü. 8 çıxılsın 4 bərabərdir 4. 3-cü sətirdə çaşdırır. Rəsmin yerini dəyişib. Bu rəsmimiz çıx idi. Deməli, birinci çıxı yazacaq. 6 çıxılsın 2. Daha sonra üstə gəl 5. Üstə gəl 5 bərabərdir. 6-dan 2 çıxırıq 4. 4-ün üzərinə 5 gəlirik. Edir 9. Davam edirik. 8 üstə gəl 7 çıxılsın 1. 8-in üzərinə 7 gəlir. Çıxırıq 1'i edir 14. Doğru cavabımız 14'dür. 15'dən də 1'i çıxırıq 14. Doğru cavabımız A bəndidir. Keçid edirik 13-cü tapşırığa. 1 üstə gəl 5 bərabərdir 6. Daha sonra həmən 6-dan bu 2'ni çıxır. 6 çıxılsın 2 bərabərdir 4'ə. Sonra 7'ni əldə edib 4'ün də üzərinə 3 gəl. Burada üstə gəl 3. 4'ün də üzərinə 3 gəlib edib 7. 2'nin üzərinə 4 gəlir edir 6. 6'dan çıxır 3'ü edir 3. 3'ün də üzərinə 3 gəlir edir 6. 4'ün üzərinə 3 gəlir edir 7. 7'dən 5'i çıxır edir 2. 2'nin də üzərinə 3 gəlir edir 5. 1'in üzərinə 6 gəlir edir 7. 7'dən soldakı 2'ni çıxır edir 5. Daha sonra isə 5'in üzərinə 3'ümüzü gəlirik edir 8. Sual işarəsinin yerində olan rəqəmimiz 8'dir. Doğru cavabımız C bəndidir. Baxırıq 14-cü tapşırığa. Qayçı rəsmi verib. Daha sonra isə xəttkeş rəsmidir. Baxaq. 3, 2, 5. Artı gelir. Deməli, nə olacaq? Qayçı rəsmimiz toplama olacaq. Üstə gəl işarəsi. 3'ün üzərinə 2 gəlir 5, 5'in üzərinə 5 gəlir 10. Rəsm eynidir. İşarə dəyişmir. Toplamadır. 4'ün üzərinə 2 gəlir 6. 6'nın üzərinə 5 gəlir 11. Burada isə azalır. Deməli, çıx olacaq. 8'dən 1 çıxır 7. 7'dən 2 çıxır 5. Rəsm eynidir. Dəyişmir. İşarəmiz də dəyişmir. 12 çıxılsın 5 üstə gəlinsin. Qayçı rəsmimiz nədir? Toplanır. Üstə gəlinsin 7. Bərabərdir. 12'dən 5 çıxır. 10 da üzərinə 7'mizi gəlirik. Edir 14. Doğru cavabımız 14'dür. A bəndi. Keçid edirik 15-ci tapşırığa. 15-ci tapşırıqda 3, 1, 2 və 4 verilir. Öncə nə edirik? Belə bir misal bayaqda qarşımıza çıxmışdı. Necə həll eləmişdik? İlk öncə kənarları toplayırıq. 3, 2'ni toplayırıq 5. 5'dən də öncə toplayırıq, sonra çıxırıq. İndi yazır. 3 üstə gəl 2 edir 5. 5'dən də çıxırıq ortadakı rəqəmi edir 4. Yəni bu 4.
Yenə kənarları 4 və 5-i toplayırıq. Edir 9. Daha sonra ortadakı rəqəmimiz neçədir? 2. 9-dan da 2-ni çıxırıq. 9-dan da 2 çıxdıq. Edir 7. 5 və 7. Edir 12. 12-dən də ortadakı rəqəmi çıxırıq. Edir 6. Baxırıq 8 və 9. Görsə ortadakı rəqəmi vermir. 8 ilə 9-u toplayırıq. Bu edir 17. İndi yazırıq. 17-dən neçə çıxsa, həmişə ortadakı rəqəmi çıxırdıq axı, bilmirik. Sual işarəsidir. Bərabər eləsin 11-ə. Yəni, azalan çıxılan fərq. Çıxılanı tapmaq üçün nə edirdik? Azalandan fərqi çıxırdıq. Yəni, sual işarəmiz bərabərdir. 17 çıxılsın 11. Sual işarəmiz bərabərdir. 17-dən 11-i çıxırıq. Tənliyi keçməyib birinci siniflər, amma məntiqdə bəzən olur. Elə 17-dən 11 kimi də çıxır. Misal tapmaq olar. 17-dən 11-i çıxırıq. Bu da bizə verir 6. Demək, 17-dən də 6 çıxanda bizə verilmiş 11-i. Sual işarəmizin yerində olan rəqəmimiz 6-dır. Doğru cavabımız C bəndidir. Birinci sinif Orxan Bəyovun məntiq dərsliyindən test tapşırıqlarını həll etdik. Bu günlük səhifə 62-ni yekunlaşdırdıq. Hörmətli valideynlər və əziz uşaqlar, kanalıma dəstək olmağı, videoları bəyənməyi, şərh bölməsində fikirlərinizi bölüşməyi unutmayın. Gələn dərslərdə görüşmək ümidi ilə. Hələlik!